Bu videoda öz təcrübəmi bölüşmək istəyirəm ki, gördüyünüz bu trafonun 220 girir əslində 15 volt çıxış sarğısıdır bu. Bu sarğını kiçik eksperiment olaraq 12 voltla qidalandırıb çıxışında 220 almağı planlaşdırırıq. Burada gördüyünüz mikrosxem PWM siqnal generatorudur. TL494. Bu gördüyünüz trim-pod dövrənin tezliyini, bu potensiometri isə data cycle dəyişmək üçün. Burada test məqsədi birləşdirdiyimiz IRF 540N MOSFET-i var. Ümumi qidalanma buradan bateriyadandır. Trafonun da çıxışı 220 12 volt girir, yəni PWM siqnalla girir. Dəyişən siqnal yaranıb burada gəlir lampanı işlətməyə, bir də voltmetrlə gedir. İndi qoşduq, trafonumuzu qoşduq. PWM siqnal MOSFET-i açıb bağlayaram. MOSFET də trafonu idarə edir və onun da çıxışı buradan birbaşa gəlir lampaya. Gördüyünüz kimi 150 volt. Burada da data cycle-ı dəyişərək voltajını oynaya bilirik.